Hər kəsə salam, necəsiz qızlar? Bugün artıq ayın 15-idir, səhər dərsdir. Dərslərimiz başlayır. Mən məktəb ləvazimatlarını son günə saxladım. Yəni, bu qədər vaxtım ola ən sona saxladım. Özümü də əziyyətə saldım, amma gələn illəri belə eləməyəcəm. Demək olar ki, hər şeyini aldım Mərvanın. Yalnız iki şey unutmuşam. Ondan biri ən vacib olan kalqotka. Yəni mən necə kalqotkanı ağlımdan çıxartmışam, necə unutmuşam. Hətta üç şey. İndi də danışa-danışa biri də yadıma düşdü. Amma hava da soyuq olduğu üçün kalqotkanı düşünürəm ki, marketdə səhər tezdən hər hansı bir marketdən tapmaq olar. Tapmasam nə edəcəm bilmirəm. Çünki hava soyuqdur. Uşağın ayaqları üşüyə bilər və onun nazik kalqotkası da yox idi. Axırıncı dəfə cırılmışdı, atmışdım. Qalın kalqotkaları var. Bir də uzun corabları var. Bilmirəm, səhər girərəm, yəqin ki, bir böyük hipermarketlərin birinə ala bilərəm. Düşünürəm, ikinci, bantik istəyirdim almaq. Onu da unutdum. Əslində bir dənə bantika var. Sadəcə olaraq onu çox bəyənmirəm. Görüm sabah da ala bilsəm səhər tezdən onu alaram. Və üçüncü, Minnesotadan Mərvaya 25 manata Barbie yazılan belə bir qəşəng çəhra rəngdə su qabı almışam və o qabı itirmişəm. Bilmirəm, İradənin maşınındadır, səhər mənə deyəcək. Yoxsa ki, Gənclik Molda hər hansı bir yerə qoymuşam. Çox güman ki, etilərə qoymuşam. Sabahları Mərvanı məktəbə qoyandan sonra birbaşa gedəcəm Gənclik Mola və orada axtaracam. Çünki 25 manat axtarmağa dəyər. Belə, indi yeni aldıqlarımı sizlərə göstərim. Bu da Mərvanı çimizdirmişəm. Mərva artıq ikinci sinifə gedir. Deməli, Panda Kids'dən Mərvaya bunları birazdan göstərərsən deyə. Əsas bir dənə geyimlərimi göstərsən mama. Elə dayan. Panda Kids'dən Mərvaya jaket aldım. Çox qəşəngdir, keyfiyyəti çox gözəldir və qiyməti də ki 30 manat. Yəni tiftiklənmir və 9 yaş götürdüm. Bu köynəyi bəlkə apardım, dəyişdim. Orada görmüşdüm 9 manat, amma belə baxıram 15 manat. Və bu qısa qoldur. Düşünürəm ki, zaten havalar soyuyur, qısa qol nə bilim ehtiyac olarmı? Amma arada havalar da istiləşəcək. Əslində qısa qolu var, uzun qolu da var. Nə bilim, aldım bunu, bilmirəm saxlayayım mı, yoxsa yox. Bəlkə o sabah uzun qolu geyindirdim. Sadəcə olaraq 2 dənə uzun qol uşağı isti edə bilər. Onu çıxartma. Ondan sonra Mərvanın 2 sumkası var idi. Birini mən almışdım keçənləri 60 manata, 28 moldan. Bir dəqiqə. Sonra belə bir qəşəng çanta almışdım. O anam qoymadı Mərva taxsın, çünki dedi ağırdı və mama özü də bir dənə sumka aldı. Neysə, və mən bu sumkanı görəndə istəmirdim əslində Mərvaya alım. Ortopedik sumkadır bu da. Amma bunu çox bəyəndim. Yəni düşündüm ki, həm çünki uşaqlar qələmlə yazırlar. Bütün o bir sumkalarına baxıram ki, qələm izləridir. Bunu çox bəyəndim. Dedim Mərva, alacam sənə. Bunu 40 manat aldım. Və bir də Mərvaya, yəni buna da ehtiyac yox idi, amma nə aldım? Yavaş. Və Mərvaya çox istədiyi üçün, ver mənə bu tərəfə. Yalvarırdım, Laqlı var idi, amma laqlı almadım, amma almadım. Yox, laqlı yox. Bu belə daha qəşəyindi. Bunu da aldım Mərvaya. Daha sonra. Uşaqlar, sizə bir şey deyə bilərəm. İndi mən buraları göstərmə görməzsə, sizin ən çəkdiyimiz karakterlərdən Kromi, yoxsa mənim kimi Kromilər sevənlər like atsın da abunə olsun. Əgər başqa o My Melody, Hello Kitty, o Dovşanı sevənlər də yorumlara onu sevirəm ya. Yorumlara yox, kommentlərə. Eşitdiniz də Mərvanı. Belə bir zontik aldım Mərvaya. Daha sonra bunları çoxlu uşaqlar deyil, burada hamısı xalalardır. Bismillah. Allah.
Çox qəşəngdir. Hə, Ama yakışanım yaptım. flomasteri bunu belə qələm yolan. O başlarını gösterme. Yavaş danışda, olar yavaş danışasan. Ama o bildiğinde Bu nə bilim hesabındır. Onlar gösterme. Bunları da mən almışam, Mən belə göstərəcəm. özümə uyğunlaşdırıram, qara Mənə flomasteri. Bunu özümə almışam, bunu da özümə almışam. Ama onlar gösterme. Ne bir alet yani. Bunu da aldım, 10 manata bunu aldım. Bunu keçənləri almışdım, yemək qabı. Hə, Mərva, əladır, əladır. Qələmlər, belə qələm. Bunları sonra... Belki mi kromi sevenlere uzandı var. Son bunu da mən aldım, nə bilim. Çıxart bunu. Kromi. İlk defadır açmam. Her bilmemiz sizlere göre açmamışam. En birincisi bakın. Uy. Nerede? Bax balacadır. Elə sən o birisi xroming, labubu nədir? Onun rəngindədir ki. Hə, belə dəftər 30 ədəd bu dəftərdən üzlüklər. İş dəftəri, gündəliyi. Belə məktəb ləvazimatları Bunu bunlardan bilmeyenlere ibarətdir. danışam. Ama böyle bir şey değil. Derim ben. Yox dayı, onu özün eləyərsən. Mərva, gecə deyil, dayı oyun çıxartmırıq. Ya bakın bunu bilmeyen çağıza okuyun ama valideynleri salmayın bakın ha bu bir sabundur. Elinize koyursunuz belə tutmuyorsa sabun gideceğiz razı. Elinizi belə tutun damcı aynıcı damcıdan ayrılsın. Biraz damcı versin. Sonra belə sürsün. Sonra su açın belə yuyun. Köpüklənir. Yaxşı. Belə Mərvanın da məktəb ləvazimatları bunlardır. Bunlar da elə belə almışam. Səhər də marketdən Mərvaya görüm nələr, nə bilim nə alacağam. Bu belə qızlar, bu evdə köçür. O qədər yeni əşyalar var, değil mi? Bunlar hamısı yeni əşyalardır da. Hə, çal gör, Mehdi də dursun. Yatıb o. Sən canım. O iş yatsın. Nəysə, Mərvanı çimizdirdim. İndi Mərvanı yatıstırıram. Bu yubqasını da keçənləri mən almışdım. Mərvaya uzun olduğu üçün. Ya, bırak o düzəldim yubqanı. Sakit ol, danışma. Geç bu tərəfə. Baxın yubqanı. Yubqanı düzəlt də. Yaxşı, mən düzəldərəm. Mamam da bir dənə yubqa aldı. Bu yubqası təzə qaldığı üçün elə bu illəri də bunu geyindirəcəyik. Belə, ay qızım. Ama neyse bunları ye sonra yapalım. Yaxşı. Mərva da indi birazdan yatacaq. Sonra mən gedirəm çimməyə, saçımı zadımı qatqa eləyim ki, artıq saat nə bilim 1-dən içəri bir səhər tezdən durmalıyıq. Ki alacaq şeylərimiz də var. Nəysə qızlar. Mən çox yorulmuşam. Açma. Aç. Bunu da Mərvaya mənim bir izləyicim var. Hə, o verib. Bir dənəsini açmış, 2 dənə vermişlər də Kinder. Yox, day danışma. 2 dənə? Ay bala, hə. Açmısan da birini. Hə, uşaqlara. Uşaqlar zat xalalar nə xala, nə qızlar. Bura uşaqlar var. Hə, yaxşı. Gözlərini el eləmə. Hani bunu mənə verən kişi necə baxırsa çox sağ ol. Kişi deyil. Türk dilində danışma. Əla, şokoladını yemirsən ha. Ay qız, gecə qatıb qarışdırma. Kəsməyəcəm. Ver bura görüm. Bura əsəb oluram ha, mən çıxart onun şeyini. Bir də qatıb qarışdırma, gecəni zəhərlənib eləyəcəksən, qaytaracaqsan. O günləri nə qədər qaytarmısan. Allah, mən buna görə icazə verdim. Dırnaqlarımı da tutmalıyım. Yanlış. Çıxart onu. Çıxartabilirim. Çıxart. Ağzınla eləmə, heç vaxt dişindən heç nə çıxartma, qırılar dişlərin. Bax, nə çıxdı. Çox əsəbiyəm. Hə. Gəl, ala. Bax, gör nədir elə. O şeyini ver. Nə çıxdı? Ne budur? Maşında nədir? Maşın Nə qəşəngdir. Dekacağım. Robot da nədir bu belə? Robot o. Deyə maşındır. Hə, davay düzəlt. Zaten So, mən başlayayım biraz özümlə də məşğul olum. Qızlar, mən düşdüm marketə.
Ləman. Daha məmnun olsun. Dostlar, Mərvanın dirənləri su qabısı demişdim, mən qalmışdım orada. Gəldim, götürdüm, belə Minnesotadan almışam bunu. 25 manat da qiyməti, keyfiyyəti super, yəni plastik olsa da keyfiyyəti zərərli plastik deyil. Mərvaya qara kalqotka aldım, Pensidən. Çox qalın da deyil, çox da nazik deyil, ortadır, yəni yaxşıdır. Bunda 8 manat almışam. Qızlar, Ləzizdən çərəzlər almışam. Toplam bu qədər şeyə 75 manat pul ödədim. Çox bahaymış. Bu burada biz də bu içindən biraz götürmüşük, yemişik. Bunu da hətta yarısını yemişik. Yəni dəhşət bahaymış ora. Ya bilmirəm, başqa yerlərdən görüm. Mən başqa yerdən alırdım. İndi həmin o yerə getməmişəm. Belə də, yəni bu qədər şeyə 75 manat. Doğrudan necə bahaymış ora. Nə bilim, yoxsa elə də olmalıdır, bilməm. 8 manat. Ən yaxşılarından almışam. Bunlardan da 10 götür. 10, 20, 30, 40, 50, 60, hədə. Vay. Bu arada Magadan fındığı. Bu bir dadlıdır. İçində belə dəmiri də olur. Bunu xüsusi dəmiridir belə açmaq üçün. Bu çərəzlərin şahı olmalıdır da. Çox ləzzətlidir bu. Dəhşət. Yəni fındığın elə bir ballısıdır. O dərəcədə ləzzət eləyir. Deməli, Mərva Instagram üçün video çəkdik. Amma sizləri də unutmuruq. Minnesotadan, sən danışırsan? Minnesotadan bir dənə təzə bir etki almışıq. Uşaqlar da dəqiqə. Görüblər onu. Yox, onu demirəm. Arxasını göstərək. Labubu kimi bir şeydir də. Labubu deyil də bunlardan birisi çıxdı. Mən də səncə... Mərva da bir bunu istəmişdi. Ama demədən o özləri tapsınlar. Uşaqlar başlayın. Görüblər, onu videoda görüblər Mərva. Öncədən çəkəndə görüblər. Yəni maraqlıdır, qəşəng keyfiyyətli düzdür. Ayağını görün. Ağzı da çıxdı. Hə, ver. Qəşəngdir. Mən bununla yatacağam. Mən deyirəm ki, mən bununla yatacağam. Mən bətimlə yatacağım. Nəhayət ki, yeni dəstimi açdım. Mən bəlkə də bunu bir 3 ay olar ki almışam. Yay təzə girmişdi, belə xatırlayıram. Bu reklamda qarşıma çıxdı və çox bəyəndim. Dərhal sifariş elədim. Ondan sonra mən getdim Yuska. Eynən Yuskdan belə bir dəst var idi Yuskda. Hətta sizə burada göstərim. Baxın, bu Yuskundur. Və Yuskada da belə bir hər biri var idi. Demək olar ki, eyni ölçü, eyni forma. Və mən düşündüm, ay Allah, mən bunu geri mi qaytarım, oradan mı götürüm? Çünki mənim üçün ən vacib olan bu ən böyük boşqabın daha böyük olmasıdır. Amma dəqiq bilmirəm, Yuskada neçədir, ölçüsü. Bu mu böyükdür, o mu böyükdür, onu bilmirəm. Amma belə biraz balacadır, mən daha böyük forma istəyirdim. Neysə, hər bir halda bəxtimə çıxan budur. Amma satmayacağım, xoşuma gəlir. Ay, yox, bu Yuskundur. Bunun, bu Yuskundur. Mən bunu bilirsiniz niyə götürdüm? Çünki bunda belə balaca boşqab yoxdur. Taraka yoxdur. Ona görə mən 2 dənə götürdüm. Tutun görüm dəst kimi alınarmı? Baxıram ki, eyni şeydir. Gərək yenə də Yuska gedəndə ikisini də götürüm. Sonra bir belə kasası var. Bir də belə balaca ölçüdə. Amma mən bunu da əlavə edəcəm. Bu da kaş bir az bu böyük olsaydı. Neyse, belə.
Görsünüz, alınmadı belə. Bu böyük olmalıdır. Belə də olar. Belə daha yaxşıdır. Çünki bu daha çox mənə lazım olacaq. Budur. Bu da nə bilim. İstifadə eləyəcəm də hər birini. Zaten mən belə üst-üstə yığmıram. Süfrəyə qoyarkən. Mən istəyirəm artıq onları götürüm, yığışdırım. Bilmirəm onları hara qoyacağım. Onları istifadə eləmək istəyirəm. Çünki bunlar fərqli-fərqlidir. Sanki hər səhər yeməyində elə bil ki, xoşuma gəlir fərqli-fərqli boş qablardan istifadə eləmək. Əslində istəmirəm evdə çox əşya olsun. Yəni istəmədiyim halda yenə də doldururam evi. Amma görüm buraları biraz boşaldım. Sonra da bunları oraya yerləşdirəcəm. Hamısını qabıyan gəlinə yudum, qəşəng yaxalamışam. İndi qurulayıb yerləşdirəcəm. Kaş bu dəmirlərin yerinə rəf qoyulardı belə. O daha rahat olardı mənim üçün, nəinki bu. Yəni bacardığım kimi yerləşdirdim ki, mənə rahat olsun. Bilmirəm, dərsə necə istifadə edə biləcəm mən bunları. Rahat götürə biləcəm, yoxsa yox. Gecə saat artıq 3-dür. Mən hələ də videolar çəkirəm. Seyirsiniz də yəqin gözlərimdən ki, yorğunam, yatmaq da istəyirəm. Amma bu günləri günorta 3 saat yatmışam. Yuxumu elə bilirdim ki, almışam. Amma yox, yuxum gəlir. Evdəki bu vəziyyətdədir. Hələ də çəkib bitirə bilmirəm.